Hər vaxtınız xeyir, Real TV olaraq sizə Qəbələdən xəbər veririk. Burada Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti dəfə görüş keçirilir. Belə ki, dünəndən etibarən Sülh Körpüsü təşəbbüsü çərçivəsində bir neçə dəyirmi masa təşkil olunub. Bugün görüşün ikinci günüdür və birazdan mətbuat konfransı başlayacaq. Xüsusilə vurğulamaq lazımdır ki, bu platforma hər iki ölkənin nümayəndələri arasında diyaloqun qurulması və birbaşa əlaqələrin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz elə 2 gündür keçirilən tədbirdə də məhz bütün bu məsələlər vurğulanıb. Görüş zamanı tərəflər arasında qarşılıqlı etimadın artırılması, sülh prosesinin hazırki mərhələsi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda Sülh Körpüsü təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər, əldə olunan nəticələr və regionda baş verən son proseslər də müzakirə mövzularından oldu. Qeyd edək ki, ümumiyyətlə hazırda Qəbələdə olan Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhəd vasitəsilə daxil olub. Onlar delimitasiya və demarkasiya prosesi aparılan ərazidən keçərək ölkəmizə gəliblər. Sərhəddə pasport nəzarəti prosedurlarından da tam şəkildə keçiblər. Onu da xatırlatmaq yerinə düşər ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında bu diyaloqun əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı qoyuldu. Həmin görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatları prezidentinin təşəbbüsü ilə bir araya gəldilər. Görüş çərçivəsində iki tərəfli sülh gündəliyi müzakirə olundu və sülh müqaviləsi paraflandı. Ondan sonra Azərbaycan humanist addım ataraq dəhliz rolunu oynadı və Rusiya, Qazaxıstan kimi ölkələrin məhsullarının Ermənistana daşınması üçün keçid verdi. Ardınca da təbii ki, iqtisadi əlaqələrin qurulması istiqamətində Azərbaycan Ermənistana müxtəlif vaxtlarda yanacaq göndərdi. Elə yeri gəlmişkən bu gündə Ermənistana növbəti neft məhsulu yola salınıb. Qəbələdə keçirilən bu görüş məhz həmin prosesin davamı kimi qiymətləndirilir və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş mühüm addımlardan biri hesab olunur. Hələlik məndən bu qədər. Görüşün nəticələri barədə məlumatları çatdırmaqda davam edəcəyik. Diqqətiniz Realda olsun.